Cavid Qurbanov. Anava bax, anava gör nə itələm Cavid. Cavid Qurbanov. Ay peysən, gör anava nə itəlirəm, buna bax, gəmi. Uy, ulan, gəmiyə bax. Nə itələdim Cavid Qurbanovun anasına. Erməni haqçıq anasına. Cavid necədir? Hələ gəmi nədir? Paravozlar itəliyəcəm. Ola Cavid. Peysər oğlu peysər. Əmdiyin sürün içinə töküm. Sənin milyardların ola bilər. Sənin deməli qardaşın rəis ola bilər. Oğlun Kamran Əliyevin pul yığanı ola bilər. Amma mən sənin erməni anava gəmi itəliyirəm, gəmi. Ucuna bax Cavid. Ucunu necə qoymuşam anava. O da sənin məzarındır bax, məzarın. Qəhbənin mağazaları. Öz videomu pozdurdun Cavid, onun videomu. Mehribanın, İlhamın, Leylanın videolarını yox. Öz 10 videomu pozdurdun. Əmdiyin südün içinə töküm. Necə girdi gəmi? Bax, gəmi nədir? Şit, gəmi, tramvay, avtobus. Bax, bu avtobusu da itəliyirəm anava. Bu tramvayı da itəliyirəm. Gör nə qədər şey itəliyirəm. Razlı şeylər. Bax, qırmızı avtobus, yaşıl tramvay, ağ gəmi. Oy Cavid, oy Cavid. Gözlüyür. Buyur Elman, buyur. Buyurun sahip olasam. Qəşəng tabut qalmışam, Eşad. Bu pulu verməyənlər, valla bu tabutu əsəbimə oynadı. Ay nə qədər şərəfsiz adamsınız. Bu Nehrəmli nə karədir ki, bu qədər sözə qabul oluyorsunuz. Mən mat qalam. Cavid Qurbanov, anonla danışmışam. Çox ismətlə, hörmətlə, mənlə çox qəşəng danışıb. Allah var başımızın üstə. Mən də mehriban danışmışam. Xahiş eləmişəm, anamsan, sən buna zəng vur ginəndi. Gələndə mənə zəng vursun. Mən istəmirəm burada söyülsün. Mən istəmirəm burada qabiliyyətsiz hərəkətlər olsun. Bunları həll eləmək olaraq. Niyə? Niyə? Bizim millətin o kinoda deyir, bizim millətin alnına yazılıb bu. Vallahi mən mat qalam. Mat qalam. Bir Azərbaycanlı deyilsiniz. Niyə deyəndə ki, Elman göndərib də, adamı gəlib görüşüb də mənimlə. And ol Allaha, adamı mənimlə Strasburgda görüşüb. 150.000 pul təklif eləyib. Qəhbənin balası, mənim də üstümdən pul tutun, Cavid Qurbanov. 150.000 niyə ki? Bir dənə Kamran Əliyevə zəng elə ki, İbrahim Nehrəmli nə qədər atıb? O arvadı qəhbə, qızı qəhbə məni qəbul eləyib. Sənədlərim var onda. Diaspora sədrində var. Belə də ki, Cavid Qurbanovun adamı elə-belə gəlməyib ki, mənim yanıma. Deyiblər ki, get, işi məsələni həll elə. Anasının ağzına verdiyim əmcəyinə, anasının əmcəyinə